Azərbaycan xalqının taleyində silinməz iz qoymuş böyük şəxsiyyət ümummilli lider Heydər Əliyevin doğum günüdür. Onun zəngin dövlətçilik təcrübəsi, qətiyyətli siyasi iradəsi və uzaq görən strategiyası müstəqil Azərbaycanın möhkəm təməlini formalaşdırdı. Heydər Əliyev xalqını zamanın ən çətin sınaqlarına uğurla çıxararaq sabitlik, təhlükəsizlik və inkişaf yoluna yönəltdi. Onun rəhbərliyi ilə Azərbaycanın milli maraqları beynəlxalq arenada qətiyyətlə müdafiə olundu. Dövlət qulluqçuluğunun əsas istiqamətləri müəyyənləşdirildi. Təhsil, mədəniyyət, iqtisadiyyat və sosial sahələrdə atdığı mühüm addımlar bugün də həyatımızın istiqamət verir. Xalqına dayaq olan, millətinə arxa duran böyük şəxsiyyətin xidmətləri yalnız bir dövrün deyil, bütöv bir xalqın yaddaşına çevrilmişdir. Bugün 10 may 1923-cü il tarixində anadan olmuş ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, onun milli ideyalarına sədaqətimizi bir daha ifadə edirik. Ruhu qarşısında baş əyirik, nurlu xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Doğum gününüz mübarək, Böyük Öndər.